Hər vaxtınız xeyir uşaqlar. Bugün sizə funksiyanın böhran nöqtəsi, artma və azalma aralıqları, ekstremum nöqtələri və ən böyük, ən kiçik qiymətləri izah edəcəyəm. Bu mövzu blok imtahanında tez-tez rast gəlinən və mütləq bilməli olduğumuz mövzulardandır. İlk öncə stasionar nöqtəyə baxaq. Stasionar nöqtə, tərifə görə törəmənin sıfıra bərabər olduğu nöqtələr stasionar nöqtələr adlanır. Yəni, funksiyanın törəməsi bərabərdir 0. Böhran nöqtəsi isə törəmənin sıfıra bərabər olduğu və yaxud da ki, törəmənin mövcud olmadığı. Daxili nöqtələr funksiyanın böhran nöqtələri adlanır. Deməli, hər stasionar nöqtə böhran nöqtəsidir, amma hər böhran nöqtəsi stasionar nöqtə olmaya bilər. Böhran nöqtəsinə aid test nümunələrinə baxaq. Deməli, test toplusu səhifə 141-də nömrə 4. Fx bərabərdir x kvadrat üstə gəl 2x funksiyasının böhran nöqtəsini tapın. Biz dedik ki, böhran nöqtəsini tapmaq üçün törəməni sıfıra bərabər edirik. 2x plus 2 bərabər 0-a, 2x bərabərdir -2, x bərabərdir -1. Deməli, -1 bu funksiyanın böhran nöqtəsidir. Nümunə 2. Test toplusu səhifə 142, nömrə 9. Deməli, fx funksiyası verib, onun deyir böhran nöqtəsini tapın. Biz funksiyanın törəməsini tapıb sıfıra bərabər etməliyik. İlk öncə funksiyanı sadələşdirək. Olur y-nin üstündə 3x kvadratı çıxaq 5x. Bu funksiyanın törəməsi, biz bilirik ki, y üstü x-in törəməsi elə y üstü x-ə bərabərdir. Ona görə bu funksiyanın törəməsi olur 3 üstü x kvadrat çıxaq 5x. Vuraq 3 üstü x kvadrat çıxaq 5x-in törəməsi bərabərdir 0-a. Buradan da alınır, y-nin üstündə 3x kvadrat çıxaq 5x vuraq. 6x çıxaq 5 bərabərdir 0-a. Hasil 0-a bərabər olanda vuruqları ayrı-ayrı 0-a bərabər götürürük. 3x kvadrat çıxaq 5x bərabər 0. Bu bərabərliyi ödəmir. 6x çıxaq 5 bərabər 0. 6x bərabərdir 5. X bərabərdir 6-da 5. Deməli, bu funksiyanın böhran nöqtəsi oldu 6-da 5. Nümunə 3. Test toplusu səhifə 144, test nömrə 40. Funksiya verib, yenə böhran nöqtələrini tapın. Böhran nöqtəsində bir qaydadır. Törəmə sıfıra bərabərdir. Hansı formada funksiya verir, fərqi yoxdur. Yəni, bu olur 1 çıxaq x-in törəməsi. Sinus x-in törəməsi kosinus x-dir. Çıxaq 0, bərabərdir 0-a. Bu trigonometrik tənlik olur. -2 kosinus x bərabərdir -1. Kosinus x bərabərdir 2-də 1. X də bərabərdir. Kosinusun xassəsi plus minus arc kosinus 2-də 1 plus 2 pi k. Biz bunu trigonometrik tənlikdə keçmişdik. Plus minus pi bölü 3 plus 2 pi k. İndi isə keçək funksiyanın artma və azalma aralıqlarına. Funksiyanın artıb azalmasını müəyyən etmək üçün törəmənin işarəsinə baxırıq. Əgər törəmə müsbətdirsə, yəni f'(x) sıfırdan böyükdürsə, funksiya artır. Yox, əgər f'(x) sıfırdan kiçikdirsə, yəni törəmə sıfırdan kiçikdirsə, funksiya azalır. Törəmənin sıfıra bərabər olduğu nöqtədə isə funksiya nə artmır, nə azalmır. Sadəcə dayanır. Amma həmin nöqtə artmanın və azalmanın başlanğıcı olduğu üçün cavabı yazarkən biz onu da daxil edirik. Bunun üçün nə edirik? Əvvəlcə törəməni tapırıq, sonra törəməni sıfıra bərabər edərək kritik nöqtələri müəyyən edirik və bu nöqtələrə görə aralıqları yoxlayırıq. İndi bunu konkret nümunə üzərində izah edəcəm. Deməli, belə bir nümunəyə baxaq. Y bərabərdir x kvadrat üstə gəl 8x funksiyasının azalma aralığını tapın. Deməli, biz dedik necə tapırıq? Törəməni tapırıq. Sıfıra bərabər edirik. 2x plus 8 bərabərdir 0. 2x bərabərdir -8, x bərabərdir -4. Kritik nöqtəni tapdıq -4. Bizim funksiya azalır deyə azalma aralığını tapırıq deyə biz kiçiyi götürürük. Kiçik hissəni götürürük. Bunun cavabı oldu mənfi sonsuzluqdan -4-ə. Daha rahat olsun deyə uşaqlar. Funksiyanın azalma aralığı tap deyəndə siz elə birbaşa törəmə f'(x) kiçik bərabərdir 0 götürüb həll edə bilərsiniz. Amma bunun əsas həll üsulu budur. Məsələn, sizə belə bir nümunə versə, deməli, fx bərabərdir x üstü 5 çıxaq 80x funksiyasının artma və azalma aralıqlarını tapın. Biz dedik ki, törəməni sıfıra bərabər edib kritik nöqtələri tapırıq. Deməli, x üstü 5-in törəməsi 5x üstü 4 çıxaq 80.
bərabərdir 0. Bu oldu 5x üstü 4 bərabərdir 80. X üstü 4 bərabərdir 16. Buradan da x-in üstü 4 bərabərdir 16, 2-nin üstü 4'dür. X bərabərdir müsbət mənfi 2. Çünki 16 həm müsbət 2-nin üstü 4, həm də mənfi 2-nin. İndi biz kritik nöqtələri tapdıq. Yəni mənfi 2, bir də 2. İndi biz mənfi 2-dən deməli kiçik qiymətləri funksiyada yerinə qoyaq, yoxlayaq. Fx bərabərdir, daha doğrusu törəmədə. Bizim törəməmiz nə idi? Nə tapmışdıq? 5x-in üstü 4 çıxaq 80. İndi yoxlayaq. Mənfi 2-dən kiçik ədəd, mənfi 3 qoyuram. Olur 5 vuraq, mənfi 3-ün üstü 4 çıxaq 80. O da olur 5 vur 81 çıxaq 80. Məlum məsələdir ki, buradan cavab müsbət alınacaq. Bu aralıq müsbət olur. Mənfi 2 ilə müsbət 2-nin arasında f0'ı tapsaq, olur nə? 5 vur 0'ın üstü 4 çıxaq 80. Cavab oldu mənfi 80. Onda bu aralıq mənfidir. 2-dən böyük bir ədəd götürək 3. Olur 5 vur 3'ün üstü 4 çıxaq 80. Baxanda görürük ki, bu da 5 vur 81'in qiyməti 80'dən böyük olur. Buradan da müsbət cavab alınır. Bu da müsbət aralıq. Biz dedik ki, törəmənin 0-dan böyük olduğu aralıqlar artma aralığı, 0-dan kiçik olduğu aralıq isə azalma aralığı. İndi bu törəmənin artma aralığı deyəndə götürürük mənfi sonsuzluqdan mənfi 2-yə, birləşmə 2-dən müsbət sonsuzluğa. Yox, azalma aralığı deyirsə, törəmənin mənfi olduğu qiymətləri götürürük. Yəni mənfi 2-dən müsbət 2-yə. Bu olur azalma aralığı. İmtahana düşə biləcək biraz mürəkkəb sual üzərində göstərək. Fərqi yoxdur, şərt eyni şərtdir. Misalın forması dəyişə bilər. Fx bərabərdir 3 vuraq 3 üstü x üstə gələ 2 vuraq 3 üstü mənfi 3x funksiyasının azalma aralığını tapın. Birinci biz törəməni tapıb 0-a bərabər edib kritik nöqtələri tapaq. Olur 3 vuraq 3 üstü x-in törəməsi 3 üstü x vuraq elən 3. Üstə gələk 2 vuraq 3 üstü mənfi 3x-in törəməsi olur 3 üstü mənfi 3 üstü mənfi x vuraq elən 3. Vuraq bir də mürəkkəbdir deyə mənfi x-in törəməsi bərabərdir 0-a. Buradan biz baxırıq ki, bu tənliyi hamısını elin 3'ə bölə bilərik. Onda qalır 3 vuraq 3'ün üstü x. Üstə gələk 2 vuraq 3'ün üstü mənfi x 1 bölü 3'ün üstü x olur. Vuraq mənfi 1 bərabərdir 0. Buradan da alınır 3 vuraq 3'ün üstü x çıxaq 2 bölək 3'ün üstü x bərabərdir 0. Bu tənliyi belə yazsam 3'ün üstü x bərabərdir 2 bölək 3'ün üstü x. Çarpaz vursaq olur 3 vuraq 3'ün üstü x vuraq 3'ün üstü x bərabərdir 2. Əsaslar eyni olanda vuranda qüvvət üstləri toplanır. Bunu yaza bilərik. 3'ün üstündə 2x plus 1 bərabərdir 2'yə. Bunu da loqaritmik hər iki tərəfə loqaritm əlavə edə bilərik və yaxud da belə də yaza bilərik. 2 üstü x plus 1 bərabərdir loqaritma 3 əsasından 2. Baxın biz deyirik a üstü x bərabərdir b, x bərabərdir loqaritma a əsasdan b. Həmin xassəni tətbiq etdim bura. Buradan da alındı 2x bərabərdir loqaritma 3 əsasından 2 çıxaq 1. Biz bunu belə də sadələşdirə bilərik. 2x bərabərdir loqaritma 3 əsasından 2 çıxaq loqaritma 3 əsasından 3 yaza bilərik 1'in yerinə. Bu da olur 2 vuraq x bərabərdir loqaritma 3 əsasından 3'də 2. Buradan da x-i tapsaq, x bərabərdir 2'də 1 vuraq loqaritma 3 əsasından 3'də 2. İndi bizə deyirdi ki, deməli funksiyasının azalma aralığını tapın. Deməli funksiyanın azalma aralığını tapmaq üçün biz kritik nöqtəni müəyyən etdik. Oldu həmin nöqtə 2'də 1 loqaritma 2 əsasından 3 əsasından 3'də 2. Kiçik azalma aralığı dediyinə görə biz kiçik tərəfi götürürük. Cavab oldu mənfi sonsuzluqdan 2'də 1 loqaritma 3 əsasından 3'də 2'yə. Siz bunun bir hissəsini bir fərqli üsulla da yaza bilərsiniz. Yəni bunun bir neçə üsulu var. Kimə hansı rahat olsa ona yaza bilər. İndi isə keçək funksiyanın ekstremum nöqtələrinə. Ekstremum nöqtəsi deyəndə funksiyanın maksimum və minimum nöqtəsi nəzərdə tutulur. Bu nöqtələri tapmaq üçün də yenə də törəmədən istifadə edirik. Əvvəlcə törəməni 0-a bərabər edib stasionar nöqtələri tapırıq. Əgər törəmə müsbətdən mənfiyə keçirsə maksimum, mənfidən müsbətə keçirsə minimum nöqtə adlanır. Biz bunu nümunə üzərində göstərək. Nümunə 1.
Deməli, y bərabərdir x kubu üstə gələk 3x kvadratı funksiyasının maksimum nöqtəsini tapın deyir. Maksimum nöqtəni tapmaq üçün törəməni tapıb birinci sıfıra bərabər edirik. Y törəmə bərabərdir sıfıra. Oldu 3x kvadrat üstə gəl 6x bərabərdir 0. Sonra tənliyin köklərini tapırıq. Bərabərdir 0. x1 bərabərdir 0. 3x üstə gəl 6 bərabər 0'a. x2 bərabərdir -2. Biz burada stasionar nöqtələri tapdıq. Oldu -2, 0. Daha sonra plus, minus, plus edirik. Plus, minus, plusu da törəmədə yerinə qoyub tapırıq. İşarələri orada müəyyən edirik. Məsələn, biz deyirik ki, tutaq ki, y -2-dən kiçik -3 qoyuruq. Olur nə? 3 vuraq, -3'ün kvadratı üstə gəl 6 vur -3. Buradan alındı cavab 3 vur 9 çıxaq 18. 27'dən 18 çıxdıq, cavab 9 qaldı müsbət. Ona görə bu aralığa plus yazmışıq. -2 ilə 0'ın arasında y -1 tapaq tutaq ki. Olur 3 vuraq -1'in kvadratı üstə gəl 6 vur -1. Bu da oldu 3 çıxaq 6 -3. Ona görə mənfi aralıq oldu. Bir də 0'dan böyük tutaq ki 1 qoysaq. O da oldu nə? Y1'i tapsaq. Buradan da alınır 3 vur 1'in kvadratı 6 vur 1. Buradan da cavab 9 oldu. Ona görə müsbət aralıq oldu. İndi biz deyirik ki, əgər funksiyamız müsbətdən mənfiyə doğru keçərsə, bu maksimum nöqtə, mənfidən müsbətə doğru keçərsə, bu minimum nöqtə. Bizdən maksimum nöqtəni soruşduğuna görə müsbətdən mənfiyə keçmə aralığını götürürük. Yəni bu funksiyanın maksimum qiyməti oldu -2. Daha doğrusu maksimum nöqtəsi oldu -2. Əgər bizdən minimum nöqtəsini soruşsaydı, onda x minimum nöqtəni 0 götürərdik. Nümunə 2'yə baxaq. Deməli, funksiya verib deyir, fx bərabərdir 2x üstü 5 çıxaq 10x üstə gəl 4 funksiyasının maksimumunu tapın. Baxın, bir var deyə maksimum nöqtəsini tapın, bir də var deyə maksimumunu tapın. Bunların fərqi nədədir, onu izah edəcəm. Baxın, bundan əvvəlki tapşırıqda funksiya verdi, dedi maksimum nöqtəsini tapın. Sadələşdirdik, həll etdik, maksimum nöqtəni -2 tapdıq. Amma indi burada deyir maksimumu tapın. Maksimum necə tapırıq? Yenə törəməni tapıb 0'a bərabər edirik. Buradan alınır nə? 10x'in üstü 4 çıxaq 10 bərabərdir 0. 10x'in üstü 4 bərabərdir 10. X'in üstü 4 bərabərdir 10. X də bərabərdir müsbət -1. Yenə ədəd oxu çəkirik. -1 və müsbət 1 nöqtələrini qeyd edib. İndi aralıqda yerinə yazaq törəmədə. F -1'dən kiçik bir qiymət götürək. Tutaq ki, f -2. F -2 qoyanda olur 10 vuraq. -2'nin üstü 4 çıxaq 10. Məlum məsələdir ki, buradan cavab müsbət alınacaq. -1 ilə 1'in arasında f0 qoyaq. Olur 10 vur 0'ın üstü 4 çıxaq 10. Bu da -10'dur. Mənfi aralıq oldu. 1'dən böyük, məsələn 2 qoysaq olur nə? 10 vuraq 2 üstü 4 çıxaq 10. Buradan da cavab müsbət alınır. İndi biz dedik ki, müsbətdən mənfiyə doğru gedərsə, bu olur maksimum nöqtə. Mənfidən müsbətə doğru gedərsə, bu olur minimum nöqtə. Bu funksiyanın maksimum nöqtəsi -1, minimum nöqtəsi müsbət 1. Bizdən nöqtəni soruşmur. Funksiyanın maksimumunu soruşur. Yəni funksiyanın özünün maksimumu. Onda necə tapırıq? Tapdığımız maksimum nöqtəni funksiyada yerinə yazırıq. F -1, 2 vuraq -1'in üstü 5, çıxaq 10 vuraq -1 üstə gəl 4. O da oldu -2 üstə gəl 10 üstə gəl 4. Buradan da alındı -2 üstə gəl 14, cavab oldu 12. Deməli, funksiyanın maksimumu 12'dir, maksimum nöqtəsi -1'dir. İndi isə baxaq, funksiyanın ən böyük və ən kiçik qiymətlərini necə tapırıq? Funksiyanın verilmiş parçada ən böyük və ən kiçik qiymətlərini tapmaq üçün əvvəlcə funksiyanın törəməsini tapırıq. Sonra törəməni 0'a bərabər edərək stasionar nöqtələri müəyyən edirik. Bu nöqtələrdən verilmiş aralığa düşənləri götürürük. Daha sonra həm bu nöqtələrdə, həm də aralığın uclarında funksiyanın qiymətlərini hesablayırıq. Alınan qiymətləri isə müqayisə edərək ən böyük və ən kiçik qiymətləri müəyyən edirik. İndi bu dediklərimi gəl ardıcıl şəkildə bir misal nümunəsi üzərində göstərək. Deməli, bizə bir funksiya verib, y bərabərdir 2x kvadratı, çıxaq kökdə x üstə gələ 2. Funksiyasının 0,1 parçasında ən kiçik qiymətini tapın. Nə edirik burada? Birinci dedik, törəməni tapıb 0'a bərabər edirik.
Olur 4x çıxaq 1 bölü 2 kökdə x bərabərdir 0. Bu tənliyi həll edək. 4x bərabərdir 1 bölü 2 kökdə x. Çarpaz vuranda 8x kökdə x bərabərdir 1. Kökdən azad etmək üçün kvadrata yüksəldirik. 64x kvadratı vuraq x bərabərdir 1. 64x kubu bərabərdir 1. X-in kubu bərabərdir 64-də 1. X da bərabərdir 4-də 1. İndi bu tənliyin bir kökü oldu. Və biz bu nöqtədən həmin bu aralığa düşəni götürürük. 4-də 1 0-1 parçasına daxildir. Bəli, daxildir. Daha sonra indi bu nöqtəni həmin aralığın ucularında və funksiyanın qiymətini hesablayırıq. Deməli, nə edirik? Birinci götürürük. 0 qiymətini qoyuruq. Y bərabərdir 2 vur 0, çıxaq kökdə 0, üstə gəl 2. Cavab alınır 2. İkinci 4-də 1-i yoxlayaq. Y bərabərdir 2 vuraq 4-də 1-in kvadratı 16-da 1, çıxaq kök altında 4-də 1, üstə gələ 2. Bu da oldu 8-də 1 çıxaq 2-də 1, üstə gələ 2. Buradan da alındı. Deməli 8-də 1 çıx 4, üstə gəl 2. Ümumi yaza bilərdik. Bu da oldu 8-də -3, üstə gələk 8-də 16. Cavab oldu 8-də 13. Yəni 1 tam 8-də 5. Üçüncü yerinə 1 yazsaq, y bərabərdir 2 vur 1, çıxaq kökdə 1, üstə gələ 2. Bu da 2 çıxaq 1, üstə gələ 2, alındı 3. Bizdən ən kiçik qiymətini soruşur. Aldığımız qiymətlərin içərisindən ən kiçiyini götürürük. Buradan da ən kiçik qiymət oldu 1 tam 8-də 5. Başqa bir nümunə üzərində də yazaq. Belə bir funksiya verib, y bərabərdir 3x kvadrat çıxaq x kubu, üstə gələk 10 funksiyasının 0,4 parçasında ən böyük qiymətini tapın. Birinci nə edirik? Törəməni tapıb 0-a bərabər edirik. Törəməni tapdıq, 0-a bərabər etdik. Oldu nə? 6x çıxaq 3x kvadratı bərabərdir 0. X ortaq vuruq çıxartdıq. 6 çıxaq 3x bərabər 0. Köklərindən biri oldu 0. 6 çıxaq 3x bərabərdir 0, mənfi 3x bərabərdir mənfi 6, x da bərabərdir 2. Köklərdən biri oldu 2. 0, 2. Qiyməti 0,4 parçasına daxildir. Baxıram ki, 0,4-də 0 var. 0-dan 4-ə qədər 2 bu aralığa daxildir. Bəli, daxildir. Ona görə bu 4 qiymətin 4-ünü də funksiyada yerinə qoyub yoxlayacağım. Birinci y0-ı yoxlayaq. Sonra y2-ni, daha sonra y4-ü. Buradan alınır nə? Y0 qoyanda oldu 3 vur 0, çıxaq 0-ın kubu, üstə gəl 10. Burada oldu 10. 2 qoyanda 3 vur 4, çıxaq 8, üstə gəl 10. Bu da oldu 12. Daha doğrusu 12, çıxaq 8, üstə gəl 10. Bu da oldu 14. 4 qoyanda 3 vur 16, çıxaq 64, üstə gəl 10. O da 48, çıxaq 64, üstə gəl 10. Buradan da cavab oldu -6. Bizdən funksiyanın ən böyük qiymətini soruşur. Mən baxıram ki, bu qiymətlərin içərisində 10, 14, bir də -6. Ən böyüyü 14-dür. Ona görə bu funksiyanın ən böyük qiyməti oldu 14. Bir dənə də belə nümunəyə baxaq. Deməli, y bərabərdir 313x çıxaq 72x, üstə gəl 12 funksiyasının -pi/2 0 parçasında ən böyük qiymətini tapın. Deməli, birinci funksiyanın törəməsini tapırdıq. Olur 313 çıxaq 72 vuraq. Sinusun törəməsi kosinus x-dir. Plus 0 bərabərdir 0-a. Buradan alınır -72 kosinus x bərabərdir -313. Kosinus x bərabərdir 313 bölək 72. 313-ü 72-yə böləndə birdən böyük qiymət aldığına görə bu boş çoxluqdur. Yəni bu tənliyin kökü yoxdur. Biz bilirik ki, kosinus -1-1 aralığında təyin olunub. Ona görə biz sadəcə olaraq uc nöqtələri -pi/2 və 0 qiymətini funksiyada yerinə yazacağıq. F -pi/2 bu qiyməti yerinə yazsaq olur 313 vur -pi/2. Çıxaq 72 vuraq sinus -pi/2. Üstə gələk 12. Buradan alınır -313 pi/2. Kosinus -pi/2 də -1 alır. Yəni tək funksiyada mənfini qarşıya keçirdir. Pi/2 də 1 alır. Olur 72. Üstə gəl 12. Buradan da alındı. Sadələşdirsək. Oldu nə? 2-də 313 pi. Üstə gəl. Topladıq bunlar da oldu 84. Bu da mənfidir. Buradan alındı.
2-də 313 pi üstə gəl 84-ü 2-yə vuranda 168. Bunun qarşısında mənfi var. Biz təqribən pini 3 götürsək, -313-ü 3-ə vurub üstünə 168 gəlib 2-yə bölsək, buradan mənfi cavab alırıq. Buradan alınır -939 üstə gəl 168 bölü 2. O da edir -771 bölü 2. Buradan cavab mənfi alındı. Bir də bizə y0 tapmaq lazımdır. O da olur nə? 313 vuraq 0, çıxaq 72 vuraq sinus 0, üstə gələk 12. Bu da 0 çıxaq 0 üstə gəl 12, cavab oldu 12. Aldığımız cavabın biri mənfi, digəri isə müsbətdir. Bizdən ən böyük qiymət soruşduğuna görə cavab oldu elə 12. Dərs izahımız bugünlük bu qədər. Sağ olun, salamat qalın. Bu testin izahlarını, bu bölmənin test izahlarını növbəti videoda yükləyəcəm.